Hər çağınız uğurlu olsun. Qonaq otağı verilişini izləyirsiniz. Verilişimizin bugünkü qonağı Xaçmaz və Quba rayonunda fəaliyyət göstərən bir neçə elmi ədəbi məclisin üzvü Sabir Nemətovdur. Xoş gəlmisiniz Sabir bəy. Sizi bugün verilişimizdə görmək bizi çox sevindirir. Çox sağ olun, xoş gününüz olsun. Mən də çox sevindim ki, məni verilişə dəvət eləmisiniz. Çox sağ olun. Sabir bəy, gəlin elə söhbətimizə ilk olaraq sizin ömür yolunuzdan başlayaq. Sizin ömür yolunuz harda başlayıb, necə başlayıb, necə bir ocaqda dünyaya gəlmisiniz? Bakının Suraxanı kəndində anadan olmuşam. 1955-ci ildə ailəmizlə birlikdə Xaçmaz rayonuna Nərəcən kəndinə köçmüşük. Və həmin ildə də mən 1-ci sinifə daxil olmuşam Nərəcən kənd orta məktəbinin 1-ci sinifinə. 10-cu sinifi bitirəndən sonra, özdə onu deyim ki, fəhlə ailəsində anadan olmuşam. 10-cu sinifi bitirəndən sonra mənim orta məktəbdə çox böyük həvəsim olduğu ədəbiyyat və riyaziyyat fənlərinə böyük marağım var idi. Və bu mənada mən riyaziyyat fənnini daha üstün tutdum. Ona görə də mən Bakı Dövlət Universiteti, o vaxt Azərbaycan Dövlət Universiteti sayılırdı adı, indi belədir. Ora imtahan verdim, lakin müsabiqədən keçə bilmədim. Və ondan sonra həmin ildə, 1966-cı ildə o vaxtki Azərbaycan Neft Kimya İnstitutuna daxil oldum, qiyabi şöbəsinə. Və orada 3 il oxudum. Lakin o məni qane eləmədi, müəyyən səbəblərə görə. O vaxtki bir sıra məhdudiyyətlər vardı qarşımızda. Ona görə mən onu davam eləyə bilmədim. Və oradan sənədlərimi götürüb, o vaxtki Vladimir İliç Leninin adına API deyirlər, Azərbaycan Pedaqoji İnstitutu. Orada daxil oldum, oranı bitirdim. Və 1973-cü ildə Nərəcən kəndindən müəllim kimi fəaliyyətə başladım. Deməli, 8 il həmin məktəbdə oxuduğum məktəbdə müəllim işləyəndən sonra qonşu kənddə, Axtalı adlı kənddə fəaliyyətimdə davam etdim və 33 ildə orada işləmişəm. Deməli, 41 il müəllimlik fəaliyyətinə məşğul olmuşam. Müəllimlikdən əlavə də bir sıra müəssisələrdə, 3 ilə qədər bir sıra müəssisələrdə Bakıda, bir sıra müəssisələrdə işləmişəm. Yəni, həyatın müəyyən mərhələlərindən keçib müəllimliyə başladım. Hal-hazırda təqaüdçüyəm. 4 qızım, 1 oğlum var. Hamısını yerbəyer eləmişəm. İndi də poeziya ilə məşğul oluram, necə deyərlər, belə. Qeyd elədiniz ki, həm ədəbiyyata marağınız olub, həm də riyaziyyata. Yəni, ədəbiyyat və riyaziyyat təmiz bir-birindən fərqlənən bir sahələrdir. Yəni, bunları necə uzlaşdırdınız və riyaziyyatın özəlliyi nə idi ki, məhz təhsilinizi o üzrə davam elətdirdiniz? Bu sualı mənə çox verirlər, amma mən riyaziyyatla ədəbiyyatın, yəni onların uyğun gəlməməsi fikrinə razı deyiləm. Mənə elə gəlir ki, ədəbiyyatda riyaziyyat var, riyaziyyatda ədəbiyyat var. Məsələn, təsəvvür edin ki, uzun müddət müəllim işlədiyim dövrdə elə olurdu ki, müəyyən bir məsələ misal qarşımıza çıxırdı, 6 nəfər müəllim idik biz. Və biz o problemi həlləyənə qədər özümüzə gələ bilmirdik. Poeziyada da belədir. Müəyyən bir mövzu səni tutur və o mövzu üzərində uzun vaxt, indi baxır o şairin qabiliyyətinə, müəyyən müddət onun üzərində işləyirsən və o dövrdə insan elə bil ki, məhdud olur, heç nəyə fikir vermir. Elə ki, o yerinə yetirdi, onu hasilə gətirib ortaya şeir çıxardın, ondan sonra elə rahatlıq hiss edirsən ki, ona görə də riyaziyyatla ədəbiyyatı mən elə qarşılıqlı bir-birin əvəzli. Qaldı ki, nəyə görə mən riyaziyyatı seçdim? Açığını desəm, o vaxtı riyaziyyat fənninə qəbulda deməli az yer var idi. Amma ədəbiyyat 12 nəfərdən, 13 nəfərdən birini seçirlər. Mən də necə deyərlər, qeyd elədiyim kimi kasıb ailədən idim. İstəyirdim ki, mütləq qəbul olum ki, oxuyum və ortaya bir şey çıxarım. Ona görə mən riyaziyyatı... Amma ədəbiyyatla məşğul olurdum. Ciddi məşğul olmurdum. Elə-belə dost tanış, belə yoldaşların yanında şeylər oxuyurdum. Sonra mənə deyirlər ki, sən elə bu ədəbiyyata geçsəydin daha yaxşı olardı. Yəni, hər ikisini davam elətdirirdim. Amma deməli, bu Ulduzlar Məclisi ki, yaranmışdı. Ulduzlar Məclisində iştirak edən yoldaşlarım mənə çox vaxt deyirdilər ki, sən də gəl iştirak elə, sənin şeirlərin qənaətbəxşdir, bəyənilər. Amma mən cəsarət eləmirdim.
mən fikirləşirdim ki, poeziya mən elə baxırdım ki, çox yüksək səviyyəli, indi də doğrudan da elədir. Ürək eləmirdim ki, mən gedib orada nə oxuya bilərəm, nə şeir oxuya bilərəm. Ona görə çox gec gəldim mən poeziya, o Ulduzlar Məclisinə. Sizin poeziya gəlişiniz barədə biz söhbəti davam eləyəcəyik, yəni verilişimizin gedişatı boyunca. Amma özəlliklə istəyirəm ki, sizin biraz uşaqlıq illərinizə bir də nəzər sala. Yəni uşaqlıq illərinizdən unutmadığınız, bu gün də xatırladığınız nələr var? Uşaqlıq dövrüm o qədər də yaxşı keçməyib. 5 uşaq olmuşuq ailədə. O qədər də şən keçməyib uşaqlığımız. Yamaqlı da yeyinmişik, köhnə də yeyinmişik. Yaxşı günlərimiz də olub, pis günlərimiz də olub. Amma məsələ burasındadır ki, uşaqlıqda siz qeyd etdiniz ki, yadında qalan hadisələr, belə birincisi təvəzzökarlıqdan uzaq olsa da, orta məktəbi yaxşı oxumuşam. O vaxtı 8 imtahan verməli olurduq biz. O imtahanların 5-dən mən 5 aldım, 2-sindən 4 aldım. Deməli, əgər mən axırıncı, sonuncu 8-ci imtahandan da 5 alsaydım, mən gümüş medala düşürdüm. Müəyyən səbəblərə görə onu da açıqlamaq istəmirəm. Müəyyən səbəblərə o gümüş medalı mən ala bilmədim. Birinci zərbəni, travmanı mən orada aldım. Hələ uşaq ikən. Ondan sonra da həyatda çox başıma gələn hadisələr olub, xoş hadisələr də olub. Zavodda işləmişəm. Mən o Afiyə ərizə verəndə institutdan sənəd gətirib verdim ki, texnoçanika. Məni 15 günlüyə öz hesabıma məzuniyyətə çıxarın. Onu eləmədilər. Bax, bunlar da zədələrdir. Ona görə də mən hələ yəqin ki, hiss eləmişsiniz, ədəbiyyatda da elə satira janrına mən daha çox meyilliyəm. Baxın, dediniz ki, uşaqlıqdan tutmuş ta gənclik illərinizdə də müxtəlif yaşamınız boyu müxtəlif əngəllərlə qarşılaşmısınız. Amma bu əngəllər də sizi yolunuzdan döndərməyib. Getmək istədiyiniz yolun ardınca getmisiniz və sonunda yəni bir müəllim kimi yetişərək, müəllim adı alaraq böyük boya başa çatdığınız bölgəyə qayıtmısınız, müəllim kimi fəaliyyət göstərmisiniz. Dediniz ki, tələbə adını alana qədər də müxtəlif əngəllərlə qarşılaşmısınız. Tələbəlik illərinizdən hansı xatirələriniz var? Tələbəlik illərindən mənim heç bir şikayətim yoxdur. Orada deməli biz 4 il oxumuşuq, bakalavr, o vaxt bakalavr adlanırdı, ali təhsil adlanırdı. O dövrdə demirəm ki, yüksək səviyyəli əlaçı olmuşam. Deməli, belə hesab edək ki, 4-lə 5-lə oxuyan şahid olmuşam, tələbə olmuşam. Təqaüd almışam həmişə. Bizim yoldaşlar hesablama keçirmişdi. Deməli, qrupumuzda olan 21 nəfər şagirdən heç vaxt kəsilməyən, yəni göndərişlə imtahan verməyən 4 nəfər olmuşdu. Onlardan da biri mən olmuşam. Yəni, onda elə bir çətinliyim oldu. Amma baxın, desəz də ki, yoxsul bir ailənin övladı olmusunuz. Amma o ailədən aldığınız tərbiyə, böyüdüyünüz, yəni öyüdlər daha zəngin olub ki, sizi bu yerə gətirib çıxarıb, ad almağınıza, tanınmağınıza, hörmət sahibi olmağınıza səbəb olub. Uşaq vaxtı aldığınız öyüdlər nə idi? Məsələn, atanız dediniz ki, fəhlə ailəsində anadan olmusunuz. O fəhlə ailəsində anadan olmusunuz, amma hansı öyüdləri eşidirdiniz? Düzlük, təmizlik atamın ən əsas xüsusiyyətidir. Mənim yadıma gəlir ki, onu da qeyd edeyim. Deməli, qonşunun bağından günəbaxan tuma uğramışdım. Uşaq idim də, təxminən 5-ci, 6-cı sinifdə oxuyan vaxtlarım idi. Və nəfs güc gəldi mənə, belə başlığı kəsib, onun sahibi gəldi, tutdu məni. O vaxtda atam da mənim üçün bir təzə şapka deyək də, papaq almışdı. Mən qaçdım, amma şapkamı götürdü, axşam gətirib atama verdi. Ondan ötürü atam məni o qədər danladı. Dedi, bax, oğurluq nədir? Mən 2 əlimin zəhmətini əsri dolandırıram. Bu nə söhbətdir belə? Söz ver ki, mənə bir də belə bax. Bu cür tərbiyələrlə böyümüşəm. Orta məktəbi bitirəndən sonra da onunla mənim aramda belə bir kiçik bir diyaloq oldu. Dedi ki, o məktəbi qurtardın, indi fikrin nədir? Dedim ki, oxumaq istəyirəm. Dedi ki, çox əcəb. Mən də istəyirəm ki, sən oxuyub bir özünə bir vəzifə qazanasan, sənət sahibi olasan. Amma mən sənə açıq deyirəm. Mən sənə ancaq yemək və geyim
barədə kömək eləyə bilərəm. Və sənə heç bir məsləhət də vermirəm. Ürəyivə qulaq as, fikirləri cəmlə, hara həvəsin var, hansı sənətə meylin var, orada get. Mən də sənə ancaq bunu kömək edərəm. Və belə də oldu. Mən Bakı şəhərinə gəldim, o vaxta qədər deməli 18-19 yaşım var idi, Bakıda olmamışdım. O məğribə çox idi orada. Və məni gətirib xalamgil evinə yerləşdirdilər və bundan sonra da onları fəaliyyəti dağıdı. Mən düşdüm bu Bakının küçələrinə, institutlara, onu ora öyrən, harda sənət qəbulu var, harda nə var filan belə. Yəni özüm böyük zəhmət hesabına deməli o instituta daxil ola bildim. Çox böyük zəhmət hesabına. Gecələr yatmırdım, oxuyurdum. Bütün varlığımla çalışırdım ki, o valideynlərimin arzusunu doğrultam, həyata keçirəm. Elə də oldu. Və ali məktəbi bitirib müəllim kimi geri dönəndə hansı hissləri yaşadınız? Yəni sizi zəhmətlə böyütmüşdülər. Sizə verdikləri zəhmət olub, bir də öyüdləri olmuşdu valideynlərinizin. Geri dönəndə hansı hisslərlə qayıtdınız? Çox sevinirdim açığı və bir də ona görə sevinirdim ki, atam, anam, valideynlərim, məni tanıyanlar mənim sevincimə şərik idilər. Bu mənim bəlkə öz sevincimdən də daha yüksək səviyyədə idi. Necə deyim, elə bu sevinclə də işlədim, həvəslə işləmişəm. İndi təvəzzökarlıqdan uzaq olsa da yaxşı bir müəllim kimi tanınmışam. Bunu indi mən deməklə deyil, şairlərim əksəri indi bayramlarda olur, həmişə təbrik edirlər. Yəni hətta mən o Nərəcən kənd məktəbindən Axtala məktəbinə orada ev almışdım, onunla əlaqədar keçəndə də bir neçə valideyn mənə gəlib xahiş elədilər ki, sən hələ burada da işlə, Axtalaya getmə. Yəni bu mənada biraz böyük çıxır, amma olanı deyirəm. Bəs ilk dəfə müəllim kimi sinifə girdiyiniz vaxtı necə xatırlayırsınız? Müəllim kimi fəaliyyətə başlayanda mənə birinci bu oldu. O vaxtı kalkulyator belə şeylər yox idi. Deməli, direktorun katibi məni çağırdı otağa. Dedi ki, qoydu qabağıma belə bir uzun siyahı, müəllimlərin siyahısı da onların maaşları var idi. Deməli, o maaşları da 4 rəqəmli rəqəmə qədər bölmələri yerinə yetirmək lazım idi. Çox xoşa gəlməyən iş idi də belə. Mənə bunu tapşırdılar ki, təzə müəllim sən gəl başda kömək elə bizə. Mən bir gün, 2 gün ona məşğul oldum, elə bölmənə, çıxmana onları belə. Sinifə girəndə də həyəcanlı olmuşam, yalan deməyim. Çünki birinci dəfə mənə hələ 9-cu sinifi sinif rəhbəri kimi verdilər. Orada direktorun müavini qeyd etdi ki, bu təzə başlayan müəllimdir, cavan müəllimdir. Bəlkə bunu aşağı siniflərdən verək. Sonra riyaziyyat müəllimi, fizika müəllimi onlar qeyd elədi ki, yox, Sabiri tanıyırıq, ötəsindən gələr. Və elə də 9-cu sinifə girəndə də özüm də onlardan bir 5-6 yaş, 8 yaş təxminən böyük idim. Yəni çox həyəcanlı idim. Amma yavaş o həyəcan keçdi, dostlaşdıq. Şairlər məni sevdi, mən şairlərimi sevdim və belə də işə başladıq. Bəs gələk indi sizin poeziya aləminizdə necə qədəm qoydunuz? İlk şeirinizi nə vaxt yazdınız? Poeziya aləminə mən bayaq qeyd etdiyim kimi orta məktəbdə məşğul olurdum. Və yadımdadır ki, 9-cu sinifdə idi ya 10-cu sinifdə idi. 2 şeir yazdım. Biri buruqlar haqqında, Bakının buruqları haqqında, neft buruqları haqqında. Biri də yenə Bakı şəhəri haqqında idi. Hansı ki, mən nə Bakını görmüşdüm, nə buruqları görmüşdüm. Fantaziyada, uşaq fantaziyasıdır. O şeirləri yazdım və Azərbaycan Gəncləri qəzetinə göndərdim məktubla. Oradan mənə cavab gəldi ki, şeirlərin bədii cəhətdən zəifdir. Sən ədəbiyyat müəlliminlə məsləhət elə, daha çox oxu, daha çox öyrən və ola bilsin ki, çox şeyə nail olarsan. Və bundan sonra mən daha şeir yazmadım, ancaq elə yoldaşlarla zarafatyana şeirlər yazırdım və belə keçirdim. Deməli, o ulduzlara gələnə qədər demək olar ki, o qədər fəaliyyət göstərmirdim. Sonra ulduzlara gələndən sonra tamam fikrim döndü bu tərəfə. Və onda peşəm var idi, işim var idi, həm də bu sahədə çalışmağa başladım. Amma çox gec başladım da, 50 yaşa yaxın idi o ulduzlara gələndə.
Amma bu gün də indi mən yenə həmişə o şairliyi çox uca bir zirvə hesab edirəm. Mən özümü heç şair deməyə də cəsarət eləmirəm. Ona görə ki, Azərbaycan nə qədər böyük şairləri var. Mən hələ o klassiklər demirəm, hələ o yaxın keçmişin şairləri var. Məmməd Araz var, Bəxtiyar Vahabzadə var. Bunlar da şair, biz də şair. Belə heç elə indi də mən onu soruştura bilmirəm özümə. Amma bir məsələ də var ki, hər ədəbiyyatda öz yeri var da. Onların zirvə yeri var, onun orta yeri var, aşağı pillə. Əsas məsələ budur ki, hər kəs öz tutduğu pilləni bilsin, öz yerini bilsin ədəbiyyatda. Bu məsələ burasındadır. Da başqa ad yoxdur axı. Məsələn, deyək ki, Bəxtiyar Vahabzadə şairdir, Sabir Nemətov nədir? Şeir yazır, buna nə ad qoyur? Buna da şair demək vacib, lazım gəlir də. Bu mənada belə şeiriyyəti mən şairliyə həmişə, indi də özümdə də. Bəzən belə şair deyəndə də valla sıxılıram elə ki, mən axı nə yazıram ki o boyda karifelerin yanında. İndi bir işte var ki, deyir varım verən utanmaz da. Mənim də bacardığım budur. Yox, Sabir müəllim, dahi şairlərimiz var, klassiklərimiz var, amma bir də o sənətin davamçıları var, söz ustadları var. Siz bu yolun yolçususunuz, yəni söz sənət sahibisiniz artıq. Siz oxladınız atanızdan, valideynlərinizdən hansı öğütləri almısınız? Və siz öz övladlarınızı hansı öğütlərlə böyütmüsünüz? Mən də onlara həmişə düzgün olmağı, vicdanlı olmağı, vətənə, dövlətimizə sədaqətli olmağı arzulamışam və elə də olur. Onların heç birindən narazı deyiləm. Doğrudur, mən o iqtisadiyyatla əlaqədar olaraq qızlarıma təhsil verə bilmədim, amma oğluma təhsil vermişəm. Hal-hazırda Regional İnkişaf Birliyinin rəhbəridir, eyni zamanda musiqi müəllimidir, Xaçmaz Musiqi Məktəbində işləyir. Təəssüflənirəm ki, qızlarıma təhsil verə bilmədim. O dövrlərdə çox xəstəliklər keçirdim, iqtisadi cəhətdən açıq imkanım olmadı. Amma buna baxmayaraq, onlar da mənim inamımı doğrultdular, yəni tövsiyələrimi qəbul etdilər. İndi də ailə sahibidirlər, çox razıyam. Uşaqlıqdan ədəbiyyata marağınız var idi. Bəli. Daha çox ədəbiyyat dedikdə ədəbiyyatın hansı növü ilə maraqlanırdınız? Məsələn, şeirmi, poema, roman, kitablarla aranız necə idi? Uşaqlıq dövründə mən çox kitab oxuyurdum. Bir günə, 2 günə bir kitab oxuyurdum. Böyük marağım var idi. Hətta elə vaxt olurdu ki, gecə də yatmırdım. Mən o qədər cəlb edən romanlar olurdu, oxuyurdum. Bu da mənə çox, necə deyirlər, fayda verirdi belə. Şeirə qalanda adətən klassik şeirlərə müraciət edirdim. Yəni qoşma, gəraylı, bu cür. Ən çoxu da tənqidi şeirlərə, elə mənim uşaqlıqdan meylim daha tənqidi şeirlərə çox olub. Məsələn, sinifimizdə bir şagird, biraz o vaxt Kirpi qəzeti var idi. O şeirlər verirdim, xırda şeirlər verirdim, tənqid filan. O da mənə xeyir vermirdi həmişə. Yoldaşlar üz-göz olurduq ondan. Amma belə meylim o tərəfə daha çox idi. Bəs Sabir müəllim özün nə qədər tənqid açıqdır? Mən tənqidi qəbul edən adamam. Həmişə də o iştirak elədiyim məclislərdə də deyirəm ki, tənqid edin. Bu şeir gözəl şeirdir, yaxşıdır. Təkcə bununla iş keçmir. Yaxşıdır, nəyi yaxşıdır? Pisdir, nəyi pisdir? Axı bu tərif yaxşı şeydir. Yerində olan tərif yaxşı şeydir. Amma tərif həm də insanı arxayınlaşdırır axı. Elə bilir ki, daha bu gözəldir. 5 nəfər bir şeiri gözəl deyəndə sən də arxayın olursan ki, bu gözəldir. Amma tənqid olanda orada başa düşürsən ki, sən nəyi, sənin özünə görə gözəl olan şey başqasının gözündə bəlkə də nöqsanlıdır, o nöqsanı aradan qaldırmağa çalışırsan. Bu mənada tənqidi mən həmişə qəbul edirəm. Baxmayaraq çoxları bunu qəbul eləmir, amma mən həmişə qəbul edirəm. Bugün mövzu olaraq hansı mövzuları seçirsiniz? Dediniz, yəni tənqidiniz bugün də tənqidi şeirləriniz davam eləyirmi? Bəli, bugün də mənim yaradıcılığımın belə böyük çıxmasının 50%-dən çoxu humoristik, tənqidi şeirlərdir. Amma sevgi şeirlərində meyl etmişəm, sevgi şeirlərində çoxdur. Amma mən indi bu yaşda belə çox vaxt sevgi şeirlərini oxumağı özümə biraz, necə deyirlər, qəbahət sayıram. Əlbəttə, indi çoxları deyir ki, qəbahət deyil. Məsələn, bizim bu günlərdə
95 yaşı olan Nəriman Həsənzadənin gözəl sevgi şeirləri var. Özü də oxuyur onlardan. Amma yenə bilirsiniz, bu qabaqcadan demək olmur, mən hansı şeiri yazacağım. Məsələ burasındadır ki, o mövzu ki səni tutur, o istər sevgi mövzusu olsun, istər tənqidi olsun, o mövzu səni tutandan sonra janr özü keçir ikinci plana və sən orada işləyirsən onun üzərində. Qabaqcadan demək olmur. Bu Dağıstanın məşhur şairi var idi, Rəsul Həmzətov. Onun Mənim Dağıstanım adlı bir belə romanı var. Yəni roman da demək olmaz ona, yəni Dağıstan həyatından bəhs edirəm. Mən onu hələ tələbə vaxtı oxumuşdum. Orada o yazırdı ki, bəzən mənə gəlib sifariş verirlər ki, filan müəssisə haqqında, filan safxoz haqqında və yaxud da filan bir təşkilat haqqında bir şeir yaz. Mən deyir, onda hirslənib bunları qovurdum. Deyirdim, necə yəni, bu şeir bəyən planla yazılır. Şeir gələ insanın daxilindən gəlsin, onu tərpətsin, necə deyərlər, məcbur etsin ki, sən məni yaz. Ondan sonra onu yazmalısan. Yoxsa sən tərənnüm şeirləri məsələn, tərənnüm şeirləri hamımız yazırıq, bütün şairlər yazır. Amma tərənnüm şeirləri də o da güclü şeirlər olmur. Çünki orada məcbursan ki, pisi də yaxşı kimi verəsən, yəni boğazdan yuxarı olur biraz. Amma tərənnüm şeirləri içərisində güclü şeirlər də olur. O da şairin istedadının asılıdır. Şeirlərinizdə dediniz ki, müxtəlif mövzulara üstünlük verirsiniz. Şeirləriniz daha çox hansı vəzində yazılır? Heca, sərbəst, əruz vəznimi? Deməli, mənim bu vaxta qədər 3 kitabım nəşr olunub. O kitablar da əvvəl belə idi. Mən bu yazdığım şeyləri hamısını saxlayırdım evdə. Oğlum institutda oxuyan vaxta gəldi. Dedi ki, ata sən bu şeirləri yazmışsan, niyə bunları çap elətdirmirsən? Yenə bayağı dediyim kimi, dedim, ay oğlu, onlar ortaya çıxarılmalı bəlkə də şeirlər deyil. Dedi, yox, mən onları götürüb, o özü götürüb yığdı, o şeirləri apardı Bakıya, oxuyurdu o vaxt. Və hərəsindən bir nüsxə çap elətdirdi. Və beləliklə 4 kitabım elə gəldi. Sonralar yenə o kitablar amma statusu yox idi də, yəni elə belə şəxsi kitab idi, tərtib olunmuşdu. Sonradan yenə onun məcburiyyəti ilə, sonra da mən gördüm ki, iştirak elədim məclislərdə də hamı kitab buraxır filan. Yəni necə deyərlər, mən də deyim, qoy buraxım da, mən də oğlum da təkid elədi. Və o 4 kitabı biz 3 kitab halına saldıq. Deməli, birinci kitab Həqiqət Axtarışında adlanır. İkinci kitabım Yalanlar içində və axırıncı bu kitabım da Həqiqətdən Uzaq Dünya. Elə adlanır, elə bir sanki trilogiyadır. Qaldı janr məsələsinə, bizim kənddə bir bacının və iki qardaşının, bir qardaşın iki bacının uşaqları, cavan uşaqlar dənizdə batmışdılar. Mən onlara belə böyük bir poema həsrlədim. Sonra 2-3 dənə poemam da var, elə heca vəznində yazılan poemalardır. Amma tənqidi şeylərim əruz vəznindədir. Əksəriyyəti hecalı da var, amma böyük əksəriyyəti əruzladır. Əruz vəznində mən çox dərindən bilmirəm. Azərbaycan əruzunun 1-2 bəhrin bilirəm və onlarını da işləyirəm. Kitablarınızın çox maraqlı adları var. Kitablarınıza ad seçərkən, yəni bu seçim necə baş verir? O da mənim daxili istəyimdən əmələ gəlirdi. Mən həmişə həqiqət tərəfdarı olmuşam. Mənə həqiqətdən heç vaxt yorulmamışam və onu axtarmışam. Amma haqsızlıq, belə necə deyim, özbaşınalıq, süründürməçilik, bunlar mənə çox pis təsir edir. Və hər yerdə də, harada oluramsa olum, orada da həqiqət axtarırım. Bu mənada belə gəlib, o kitabın adı. Sonradan da açığı ömrümün çox hissəsini Sovetlər dönəmində yaşamışam. Orada da saysız hesabsız, necə deyərlər, yalanlar, planlar, nə bilim nələr olurdu. Və o şeirlərin də çox o dövrdə yazıldığına görə o kitabın da adını Yalanlar içində qoydum. Və hal-hazırdakı dünyamız da məlumdur da. Ona görə də o kitabın adını da Həqiqətdən Uzaq Dünya qoydum. Artıq sizə realist şair deyə bilərəm. Sizcə nə vaxt həqiqətdə reallıq acı olur? Ağrıdır insanın qəlbini küstürür. O zaman ki, həqiqəti
tapdib keçirlər üstündən, onda ağırlı olur. Doğrudur, insan gərək mübariz olsun, mətin olsun. Yəni fiziki bir şəxs kimi, ya hüquqi bir şəxs kimi mübarizə aparılmalıdır. İnsan mübariz olmasa heç nəyə nail ola bilməz. Amma istər-istəməz haqsızlığa qarşı vuruşursan, yarışır, heç nə eləyə bilmirsən, əlindən bir şey gəlmir. Bax, onda poeziya əmələ gəlir. Onda sanki orada qalib gələ bilmədiyin bir nəsnəyə bir şeir yazırsan və orada elə bir ki, rahatlıq tapırsan ki, yəni mən də bir iş gördüm. Bu mənada belə yaranır şeir. Belə şeirlərinizdən birini izləyicilərimizdən ötürü səsləndirə bilərsiniz? Onu da deyim ki, şeirlərim əzbər yadımda qalmır. Qardaş deməyək. Şirin dilimizdə qardaş sözü var. Bu söz gözəl sözdür, mənası dərin. Bu söz mülkündə min rəngə çalar. Bu söz bəzəyidir anamız yerin. Bu söz gözəl sözdür, mənası dərin. Bu söz şirin olur kişi dilində. Yaltağın dilində o zəhərdadır. Bu söz özəyidir şirin dilində. Həzzi də mənalı olmağındadır. Yaltağın dilində o zəhərdadır. Gəl ucuz tutmayaq qardaş sözünü. Qardaşı kişiyə, mərdə deyərlər. Dar gündə göstərər qardaş özünü. Qardaş sözü ilə mərdə öyərlər. Qardaşı kişiyə, mərdə deyərlər. Bəzən içdən sənə düşmən olanlar üzdə utanmayıb qardaşıq deyir. Bəzəyir dilini saxta yalanlar, biz iki bədəndə bir başıq deyir. Doğmayıq, mehriban, qardaşıq deyir. Necə etməyəsən sən buna heyrət? Sənə can deyirlər, qardaş sayağı. Amma ki, əlinə düşərsə fürsət, sancar kürəyinə iti bıçağı. Dildə də can deyir, qardaş sayağı. Şərəfsiz qardaşdan gözləmə xeyir, qardaş dostluq üçün bir bəhanədir. Düşün ki, bu sözü şərəfsiz deyir. Şərəfsiz nə bilir qardaşlıq nədir? Qardaş sözü dostluq üçün bir bəhanədir. Rusa qardaş dedik, düşündük qanar. Bizə əvəzinə baran dedilər. Yadımdan çıxmayıb 20 yanvar. Yurdunu qoyarıq, viran dedilər. Bizi lağa qoyub baran dedilər. Əziz qardaş idi erməni bizə. Burada dırnaq arası sözlər var. Əziz qardaş idi erməni bizə. Dözdük düz 30 il qardaş zülmünə. Dünya fərq qoymadı əyliyə düzə. Elə bil baxırdı dostluq filminə. Dözdük düz 30 il qardaş zülmünə. Farsa qardaş dedik, ağzımız yandı. Bizə xər dedilər, bu özü xərlər. Gördük ki, qardaşın niyyəti qandı. Gizlədi simasın bu nəfsi şərlər. Bizə xər dedilər, bu özü xərlər. Düşkün ruhlarını şərə satanlar, gəlmədi imana, gəlmədi dinə. Bugün Naxçıvana güllə atanlar, sabah deyəcək ki, qardaşıq yenə. Sözə qiymət qoyaq, söz gələr cana, söz qədrin bilməmək günahdır, günah. Gəl qardaş deməyək, xəbis nadana. Söz bizdən inciyər, inan ki, valla, sözə qiymət verək, etməyək günah. Sözə qiymət verək, etməyək günah. Çox sağ olun. Çox gözəl vurguladınız. Yəni sətir insanı təsirləndirən bir şeirdir. Söz demişkən, Sabir müəllim, sözün dəyəri demişkən, söz sizdən ötürü nədir? Həm bir riyaziyyat müəllimi, həm də bugün bir şair kimi. Söz çox böyük qüvvəyə malikdir. Hələ ustadlarımız qeyd edib ki, qılıncdan kəskindir söz vədəsində. Yəni sözün qüdrəti var. Məsələn, mənim ən çox deməli kumir saydığım şairlərdən, klassik şairlərdən Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirdir. Bax, bir dənə Mirzə Ələkbər Sabirin bir şeyli nələr yaradırdı. Bax, o dövrdə söz, yəni aciz qalırdılar. O sözün qarşısında heç kim heç nə deyə bilmirdi, düz sözün. Amma bugün tamam tərsinədir. Bugün kim güclüdür, hakim də odur. Yəni söz qalır bir kənarda. Amma buna baxmayaraq yenə də insan yarandığı gündən ta məzara qədər mübarizə aparmalıdır. Bu mənada yenə də mən sözün qüdrətinə inanırım. Çünki bir qoşunun eləyə bilmədiyi bir sözü, bir hərəkəti, adi bir söz, şeir ruhlandıra bilər, insanı o eləyə bilər.
Bu mənada sözə qüvvət verir. Bəs olubmu ki, Sabir müəllim hansısa bir sözü desin, sonra dediyi bu sözdən peşman olsun? O şeirlərdə olur elə. O necə olur da? Deməli, müəyyən vaxtda bir şey yazırsan, o vaxt sənin dünya görüşün tutaq ki, bu istiqamətdə köklənib. Sonra onu bir neçə il keçəndən sonra oxuyursan, baxıb görürsən ki, yox, mən burada o səhv yox, fikirlərimi dəqiq verə bilməmişəm. O da gec olur da daha, o qalan elə qalır, yəni onu sonradan düzəltmək olmur. O hər bir şairdə olur məncə. Çünki bir var 30 yaşda, məsələn, 40 yaşda yazdığın şey, bir də var 50-60 yaşda, 70 yaşda. Təbii ki, bunların arasında müəyyən fərq olur da. Bu mənada elə hallar olur. Bəs Sabir müəllim, heç kövrəldiyiniz anlar olurmu? Kövrəldiyim anlar çox olub. Məsələn, yenə də haqsızlıqla əlaqədar məsləhətsə birini deyim. Yəni, ilk dəfə kövrəldiyim anlar. İndi təbii ki, valideynlərimizi itirəndə, doğmalarımızı itirəndə bu kövrəlmə, bu hamıda olur. Amma bir insan kimi kövrəlmə, yenə bayaq qeyd etdiyim kimi, mənə 15 günlük məzuniyyət verilməlidir. Mən institutdan da gətirmişdim. Mürsəlov adlı, özü də bizim Qusar rayonundan bir texnaşanligimiz var idi. Ona xahiş elədim ki, bəs mənə öz hesabıma 15 gün icazə verin. O götürüb o institutdan gətirdiyim arayışı atdı üstümə. Dedi, sən oxumaq istəyirsən, işdən çıx. O vaxt Leytina Şimit adlı zavod var idi, indi Səttarxan zavodudur. Orada mən işləyirdim. İşdən çıx, ged oxumağını da alacaqsan. Yox, əgər işləmək istəyirsən, otur işlə. Dedim, axı, mən imtahan verməliyəm falan. Dedim, mən imtahan zad bilmirəm, gedə bilərsən. Get fikirləş, necə istəyirsən, o cür elə. Mən də işdən çıxmaq istəmirdim. Ona görə ki, işim çox yaxşı idi, yataqxanamız var idi, Nərmanovda, yoldaşlarla uyğunlaşmışdı, günümüz xoş keçirdi. Həm də dəqiq bilmirdim, axı, mən bəlkə daxil ola bilməyəcəm. Nə bilim, ola bilər hər şey. Ona görə işdən də çıxmaq istəmirdim. Və mən bayra çıxdım, onda 20-21 yaşım var idi, 20-21 yaşım var idi. Və şəhərdə olan adam heç bir köməyə, arxası, hətta deməyə bir, dərdini deməyə də bir adam yox idi. Və onda mən ilk dəfə kövrəldim. Özü lap əməlli başlı kövrəldim. Hətta gözlərimdən yaş da gəldi. Pillələrlə aşağı düşəndə gördüm, naçalnikin yanından bir nəfər çıxdı. Gəldi ki, sən naçalnik çağırır. Girdim içəri. Dedi ki, neçə dənə imtahanın var sənin? Gün 4 dənə. Dedi ki, bu şərtlə sənə icazə verərəm ki, o imtahan günləri sənə buraxarım. Amma qalan günlər işdə olmalısın. 10 dəqiqə geciksən, qovacam sən işdən. Onda mən ilk dəfə haqsızlığın gözəl, bu ikinci haqsızlıq idi. Birini orta məktəbdə görmüşdüm. Bu da ikincisini gördüm, özü də bu lap betər oldu. Ona görə də mən həmişə o haqsızlığa qarşı olmuşam da. Vurğuladığınız bu haqsızlıqlar sizi daha güclü eləyibmi, yoxsa ruhdan salıb? Bəli, güclü eləyib deyəndə mübariz olmuşam da, çalışmışam ki, tabe olmayayım. O haqsızlığa tabe olmayayım. İndi çox böyük zəhmət hesabına bəzilərinə nail olmuşam, bəzilərinə elə haqsızlıq qalib gəlib. Amma vuruşmuşam, pasiv adam olmamışam, mən həmişə çalışmışam. Söhbətimizin əvvəlində sizin övladlarınıza verdiyiniz tövsiyələrdən, öğütlərdən danışdıq. Bəs şagirdlərinizə tez-tez hansı nəsihətləri verirdiniz bir müəllim olaraq? Şagirdlərimə də mən həmişə düzgün olmalıyam. Məsələn, şagird gəlirdi, deyirdi ki, dərs oxumusan mı? Deyirdi, yox. Deyirdim, niyə? Deyirdi ki, işığımı sönmüşdü. O dövrlərdə də bir arada biz neft lampalarını işləyən vaxtlar idi. Yəni, elə bahanələr gətirirdilər ki, yəni inandırıcı deyil də. Axırda mən deyirdim ki, ay bala, əvvəla sən yalan danışma. Çünki bu yalan, sən yalan danışsan, mən biləcəm də sən nəyi düz deyirsən, nəyi yalan deyirsən. Amma yalan danışırsan, onda elə bir yalan quraşdır ki, mən ona inanım. Bunu da onlar bacarmırdılar. Nə deyə bilərdilər? Və tövsiyə edirdim ki, heç vaxt yalandan oxumamısan, demə oxumamışam, səni öldürməyəcəm ki, mən. Evdə də, uşaqlarıma da həmişə təlim eləmişəm ki, heç vaxt yalan danışmayın. Çünki yalan danışanda
sən itirirsən də, çox şey itirirsən. Onsuz da o yalanın da ömrü qısa olur, məlum olur hər şey. Ona görə də mümkün qədər yalan danışmayın, düz olun, cəmaatla səliqəli olun, yoldaşlarla mehriban olun, qonşularla mehriban olun. Bir ata kimi mən bunları təlim eləmişəm və onlar da buna riayət edirlər hal-hazırda. Dediniz ki, həm orta məktəb illərində, eyni zamanda gənclik illərinizdə də müxtəlif haqsızlıqlarla qarşılaşmısınız, anlayış görməmisiniz. Bəs o görmək istədiyiniz anlayışı öz yaşamınızda necə təbliğ eləmisiniz? Yəni sizdən anlayış gözlədikləri an onu yəni necə sərgiləmisiniz? Yəni hansı güzəştləri gedə bilmisiniz? Böyle bunu deyim ki, haqlı belə yaxşı vəziyyətlər də görmüşəm. Mən deməli APyə daxil olanda, qəbul imtahanı verəndə yaşıdlarımdan 3 yaş böyük idim. Bəzilərindən 4 yaş. Ona görə ki, mənim 3 ilim həmən o Neft-Kimya İnstitutunda getmişdi. O vaxtı dəqiq yadımdadır, fizikadan imtahan vaxtı müəllim məndən soruşdu ki, sən neçənci ildə qurtarmısan məktəbi? Dedim 66-cı ildə. Dedi, bəs indi 69-cu ildir, niyə? Mən orada yalan dedim, açığı istəmədim də belə ki, azidə oxumuşam, oradan çıxmışam, demədim bunu. Dedim ki, ailə vəziyyətinə əlaqədar oxuya bilməmişəm. O çox belə heyrət elədi ki, necə gözəl cavab verirsən sən suallara, cavablara. Necə olub bəs bu 3 ildə sən bunları unutmamısan. Daha o bilmirdi ki, mən o vaxt ali məktəbdə oxumuşam bunları. Və hətta durub bir müəllim kimi onda mənim listimi göstərdi uşaqlara. Dedi, bax, sizdən 3 yaş, 4 yaş böyüdür. Görün bunun verdiyi cavablara baxın. Belə. Mən onda o müəllimi, Hüseyin Bala müəllimi idi adı. Sonradan o bizə dərs demədi. O müəllimdə olan vicdanı hərəkəti görəndə nə qədər qürurlandım və sevindim ki, belə insanlarımız da var. Hamısı elə negativ deyil. Bunların içərisində işıqları da var. Sabir müəllim, çox istərdim ki, söhbətimizin bu yerində, yəqin izləyicilərimiz də maraqlı olar, yumoristik dediniz, satirik şeirləriniz var. Bir yumoristik şeirinizi də səsləndirəsiniz. Yumoristik şeirlərdən birin yaşlı vaxtında yazan şeirlərdən biraz həm orada yumor var, həm də biraz ciddiyyət var, qoy onu deyim də. Bir dənə, bir-iki şeirimi əzbər bilirəm, bir əli oldu, onu da deyim. Çox qəribə bir iş gəlib başıma, bir gözələ vurulmuşam, neyləyim? Keçib gənclik, yaraşmayır yaşıma, bir gözələ vurulmuşam, neyləyim? Bir eşq məni çox əvvəllər yandırıb, illər ötüb, odu keçib, yandırıb. Təzə eşqim gəncliyimi andırıb, bir gözələ vurulmuşam, neyləyim? Pul da yoxdur, sıçan oynar cibimdə, hal nə gəzir məndə hələ sevimdə, ürəyimin bir parası evimdə, bir gözələ vurulmuşam, neyləyim? Səbirli ol ey ürəyim, bəmə, məhəbbət də bu yadımdan çıxdı bu hissəsi, məhəbbət də dövrü imiş sən demə, bir gözələ vurulmuşam, neyləyim? Heç bilmirəm düzmü gedin, səhv edin, ürəyimə cəza verim, əhv edin, boy atmamış bu sevgimi məhv edim, bir gözələ vurulmuşam, neyləyim? Belə bir şey. Çox gözəl, ürəyinizə sağlıq. Sabir müəllim, ömürgün yoldaşınızla necə tanış oldunuz və ailə dəyərləri sizdən ötürü nədir? Ömürgün yoldaşım, belə ki, mən müəllim işləyəndə, o pioner, o vaxtda pioner baş dəstə rəhbəri deyirlər, işləyirdi, ali təhsil yox idi, orada işləyirdi. Və tali elə gətirdi ki, necə deyirlər, biz, necə deyirlər, sevildik bir-birimiz tərəfindən və razılıqla, elin adətinə ailə qurduq. İndi də 5 uşağı da bir yerdə böyütmüşük, çox razıyam, hər əzaba qatlaşan qadındır, yaxşı günlərimiz də olub, pis günlərimiz də olub, şikayət eşitməmişəm. Hamına da belə ömür yoldaşı arzulayıram. Bizi izləyən gənclərdən ötürü də səsləndirmənizi istərdim ki, ailə dəyəri dedikdə Sabir müəllim necə anladar gənclərimizə? Ailə dəyərlərini bayaq mən qeyd elədiyim kimi sədaqətli olmaq lazımdır. Yalan danışmamalıdır. Yəni, istər yaxşı hərəkət olsun, istər pis hərəkət olsun, tərəflər bir-birindən, həm valideynlər, həm uşaqlar bir-birindən gizlətməməlidir.
Bu ancaq xeyir verər. Mən həmişə buna çalışmışam və belə də görürəm. Yəni saxtalıqla aram yoxdur da, yalanla, saxtalıqla. Bacarmadığın, məsələn, çox vaxt vəd verirlər ailə başçıları və yaxud ya ömür yoldaşına və yaxud da uşaqlarına, sənin üçün belə eləyəcəm, o birisi. Yəni nəyi bacarırsansa, mən hələ realist adamım. Nəyi bacarıramsa onu eləyirəm. Və vəd də vermirəm ki, belə olar yəni. Yəni bu təmizliyi, düzlüyü bunu çox qiymətləndirirəm. Belə də istəyirəm olsun amma. İndi subyektiv fikirlərimdir, bəlkə başqa cür də ola bilər. Bugün dönüb geri baxanda yaşamınızın sizdən ötürü ən dəyərli günləri, anları hansılardır? Ən dəyərli günləri hələ o ilk dəfə müəllimliyə başladığım günlər idi. O vaxtı bayaq qeyd elədiyim kimi bir dəfə biz müəllimlər otağında oturmuşduq. Yaşlı müəllimlərdən bir nəfər evladlardan danışdı, şikayətləndi biraz və qeyd etdi ki, və mən də onun sözünə qüvvət verdim. Dedim, indi biz oxumuşuq, gəlib müəllim kimi işləyirik. Valideynə nə xeyr olur? Yenə biz valideynə bir köməyimiz dəymir. Həmin yaşlı müəllimlərdən biri qeyd etdi ki, sən cavansan, hələ başa düşmürsən çox şeyi. Sən səhər-səhər əynivi geyinib, portfelini götürüb məktəbə gələndə sən təsəvvür etmirsən ki, sənin ata-anana necə sevinir. Və bu sevinç bizi daha da necə deyirlər, ruhlandırırdı. Yəni mən buna daha çox sevinirdim, nəinki özümə. Düz deyirdi. Doğrudan da mən özüm valideyn olandan sonra, məsələn, oğlum ilk dəfə işə daxil olanda, o tar müəllimi kimi daxil olub işə, sonradan regional inkişafa seçilib. Deməli, orada o, hətta onun nə vaxt verilişləri olacaq, intizarla gözləyirdi ki, televizorda o vaxtı ARB idi. Orada çıxışları olanda intizarla gözləyirdik ki, belə, yəni bir valideyn qürur keçirirdik, sevinirdik. Onda başa düşdüm ki, hələ biz də o vaxt valideynlərimizdə o sevinci bəxş eləmişik. Buna görə də hələ bizə sağ ol düşür. Sabir müəllim, fikirləriniz çox maraqlıdır, çox dəyərlidir. İnsan dəyəri nədir bəs? Yəni, insanın dəyəri bu dəqiqə bir qədər, necə deyim, pasivliyə getsə, bir qədər ucuzlaşıb. Amma hər halda insanın dəyəri birinci olmalıdır. Çünki heç bir bu müasir, bu texnologiyalar, bu yaxınlarda oğlum bir şeirimi, mən indi bu texnologiyalardan çox da dərindən bilmirəm, ancaq Facebookla iştirak edirəm orada. Deməli, götürüb mənim bir şeirimi verib musiqi bəst eləməyə. O telefonda da var, o musiqi. Süni intellektlə. Hə, süni intellektlə. İndi adam heyran qalır. Təsəvvür elə ki, süni intellektlə nələr yaradır. Yəni, belə bir dövrdə mənim bir telefondan bilmədiyim şeylə nəvələrimə deyirəm, onlar mənə başı salır. Bunu belə elə baba. Yəni, belə bir dövrdə insan biraz arxa plana keçsə də, amma hər halda bir şeyi düşünmək lazımdır ki, bütün bunları yaradan insandır. İnsanın şuurudur. İnsan olmasa bunlar da olmaz. Hətta idarə eləyən. Bəli, idarə eləyən də insandır. Ona görə də insanın qiyməti dəyərli olmalıdır həmişə. Həmişə də ona biz də dəyər verməliyik. Çox sağ olun Sabir müəllim, dəyərli fikirlər səsləndirdiniz. Siz də bizdən ötürü çox dəyərlisiniz. Həmişə var olun. Çox sağ olun. Mən də sizə yaradıcılıq uğurları arzulayıram. Sizə də müvəffəqiyyət arzulayıram. Həmişə sevincli günlərinizi görmək istəyirəm. Sağ olun. Çox sağ olun, var olun. Belə dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəldik. Xatırladım ki, verilişimizin qonağı Xaçmaz və Qubada fəaliyyət göstərən bir neçə ədəbi məclisin üzvü şair Sabir Nemətov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik.